Salam, hər vaxtınız xeyir olsun. Zəngəzur TV-də xəbərlərə baxırsınız. Günün əsas xəbərlərini diqqətinizə çatdıracağıq. Daha 3 terrorçu Türkiyə hüquq mühafizə orqanlarına təslim olub. Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə son 2 ayda təslim olan terrorçuların sayı 32-yə çatıb. Təslim olan terrorçular Suriya və İraqda fəaliyyət göstərib. Nazir qeyd edib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam edir. Yüzlərlə Fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək Həmas çıx şüarları ilə etirazını bildirib. Reuters xəbər verir ki, bu 2023-cü il oktyabrın 7-sində İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir. Məlumata görə Qəzzanın şimalı ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən qaçmaq üçün dəfələrlə köçmək məcburiyyətində qalıb. Rusiyanın 1-ci kanalının müharibə müxbiri Anna Prokofyeva Belqorod vilayətində öldürülüb. Rusiya kütləvi informasiya vasitələri xəbər verir ki, bu barədə Rusiyalı bloger Vladimir Romanov bildirib. Müxbirin ölümü ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Bundan əvvəlsə İzvestiyanın müxbiri Aleksandr Fedorchak, həmçinin Zvezdanın operatoru Andrey Panov və çəkiliş qrupunun sürücüsü Aleksandr Sirkeli müharibə bölgəsində həlak olublar. Cənubi Koreyanın Kamçxon limanından 8 kilometr məsafədə dənizdə Rusiyaya məxsus Kristal Asiya gəmisində yanğın baş verib. Interfax xəbər verir ki, bu barədə Rusiyanın Busandakı baş konsulluğu məlumatı yayıb. Busan dəniz polisinin məlumatına görə 23 nəfər heyət üzvündən 6-sı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. İlkin məlumatlara görə yanğının səbəbi maşın şöbəsində turbinin partlaması və ya zədələnməsi ola bilər. Gəmi Cənubi Koreyada təmirdə olub. Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Quinn bir ay sonra vəzifəsini tərk edəcək. Erməni mətbuatında bildirilib ki, buna səbəb onunla bağlı məhkəmə araşdırmasının başlamasıdır. Quinnin yerinə Ermənistana daha neytral mövqeyə malik diplomatın göndəriləcəyi ehtimal edilir. Qeyd edək ki, bu təyinatadək o, ölkəsinin Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsini tutub. Sabah ölkə ərazisində 15-20 dərəcə isti müşahidə olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatı yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Əziz izləyicilərimiz, xəbərlərimiz bu qədər. Növbəti buraxışlarımızda görüşənə qədər hələlik.